Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz abituriyentlər. Yeni riyaziyyat 2025 test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz əsas trigonometrik eyniliklər olacaq. Vaxt itirmədən keçək sualların izahına. Deməli, başlayaq birinci sualdan. Birinci sualda bizə belə bir trigonometrik funksiya verilib, ifadə verilib və biz bunu sadələşdirməliyik. 1 plus kosinus alfa vurulsun kosinus alfa minus 1. Üzərinə gəlinsin 1 plus sinus alfa vurulsun sinus alfa minus 1 şəklində verilib. Gəlin sağ tərəfdən yazaq. Deməli, birinci sual burada. Mən əvvəlcə uşaqlar birinci mötərizənin içərisindəki 1 plus kosinus alfanı yazacağım ki, kosinus alfa üzərinə gəlinsin 1 şəklində. Kosinus vurulsun kosinus alfa çıxılsın 1. Üzərinə gəlinsin 1 plus sinus alfa, 1 plus sinus alfa vurulsun. Bunu da yazacağım ki, deməli, sinus alfa minus 1. Bu şəkildə yazırıq. Bərabərdir. Bizə ilk iki mötərizənin hasili bilir ki, müxtəsər vurma düsturuna görə kosinus kvadrat alfa çıxılsın 1-in kvadratını verir. Növbəti 3-cü və 4-cü mötərizələrin hasili isə sinus alfa plus 1 vurulsun sinus alfa minus 1 isə bizə sinus kvadrat alfa minus 1 verir. Buradan əsas trigonometrik yenilikdən bilirik ki, kosinus kvadrat alfa üzərinə gəl sinus kvadrat alfa cəmi bizə 1 verəcək. Mənfi 1, mənfi 1 də olur mənfi 2. Cavab olur 1 çıxılsın 2, doğru cavab mənfi 1. Birinci sualda doğru cavabımız olur mənfi 1, B variantı. Keçən növbəti ikinci suala. İkinci sualda deyir ki, bu ifadəni sadələşdirin. 1 çıxılsın sinus kvadrat alfa, üzərinə gəlinsin tangens kvadrat alfa, vurulsun kosinus kvadrat alfa. Əvvəlcə ifadəmizi köçürsək, 1 çıxılsın sinus kvadrat alfa, üzərinə gəlinsin tangens kvadrat alfa, vurulsun kosinus kvadratı alfa. İfadəmiz bu şəkildədir. Bərabər olacaq 1 çıxılsın sinus kvadrat alfa, üzərinə gəlinsin tangens kvadrat alfa ifadəsinin yerinə sinus kvadrat alfa bölünsün kosinus kvadrat alfa yazacağım və bir də vurulsun kosinus kvadrat alfa. Buradan bərabər olacaq 1 çıxılsın sinus kvadrat alfa, üzərinə gəlinsin, buradan kosinus kvadrat alfaları ixtisar gedir, qalır üzərinə gəlinsin sinus kvadrat alfa. Mənfi sinus kvadrat alfa və müsbət sinus kvadrat alfaları istilə aparandan sonra doğru cavabımız olur 1, yəni ikinci sualda da doğru cavab C variantı olacaq. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda bizə sinus alfa bərabərdir 1 olduqda deyir ki, kosinus alfa üzərinə gəlinsin kotangens alfa ifadəsinin qiymətini tapın. Gəlin yazaq. Deməli, kosinus alfa üzərinə gəlinsin kotangens alfa. Bu ifadənin qiymətini tapmaq tələb olunur. Yazıram ki, kosinus alfa üzərinə gəlinsin. Kotangens alfanın yerinə bilirik ki, kosinus alfa bölünsün sinus alfa yaza bilərik. Bu da bərabər olacaq. Bu da bərabər olacaq. Bunlar üçün orta məxrəcə gətirsək, sinus alfa olacaq bunların orta məxrəci. Sinus alfada kosinus alfanı sinus alfaya vuranda olur kosinus alfa, sinus alfa. Üzərinə gəlinsin kosinus alfa. Düzdürmü? Sinus alfanı bizə 1 verdiyinə görə sürətli olur 2 dənə kosinus alfa bölünsün sinus alfa. Düzdürmü? Sinus alfa. Və sinus alfamız əgər 1 isə, deməli kosinus alfamız 0-dır. 2 vurulsun 0 bölünsün 1. Doğru cavab olur 0. Çünki bilirik ki, əsas trigonometrik eyniliyə görə sinus kvadrat alfa üzərinə gəlinsin kosinus kvadrat alfanın 1-ə bərabər olması lazımdır. İndi bizə sinusu 1 veribsə, deməli kosinus 0-a bərabərdir. Üçüncü sualda doğru cavabımız olur D variantı. Yəni 0. Növbəti 4-cü suala baxaq. Yenə bizə belə bir ifadə verilib, deyir bu ifadəni sadələşdirin. Burada neyniyərik uşaqlar? Deməli, kəsin sürətində 1 plus sinus kvadrat alfa çıxılsın kosinus kvadrat alfa bölünsün 4 dənə sinus kvadrat alfa verilib. Əvvəlcə verilən ifadəni köçürsək, deməli burada 4-cü sualdayıq. 1 plus sinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa, bölünsün 4 dənə sinus kvadratı alfa. Kəsin sürətinə görürəm ki, uşaqlar 1 çıxılsın kosinus kvadratı alfa ifadəsi mənə sinus kvadratı alfanı verir. Üzərinə bir dənə sinus kvadratı gələndə olur 2 dənə sinus kvadratı alfa, bölünsün məxrəcdə də 4 dənə sinus kvadratı alfamız qalır. Kəsin sürətinə və məxrəcindən sinus kvadratı alfaları ixtisar aparandan sonra cavab olur 4-də 2, yəni 2-də 1. 2-də 1-i də onlu kəsrə çevirəndə cavabımız 0,5-ə bərabər olur. 4-cü sualda da doğru cavabımız D variantı olur. 5-ci sualda oxşar sualdır. Bunda
Bu qayda ilə yazacaqsınız. Sual 6-ya baxaq. Sual 6-da bizə sinus alfa üzərinə gəlib kosinus alfanı kökdə 2 verib. Sinus alfa vurulsun kosinus alfa ifadəsini istəyir. Deməli, bizə belə bir bərabərlik verilib. Sinus alfa üzərinə gəlinsin kosinus alfa bərabərlik kökdə 2. Gəlin bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəldək. Olacaq sinus alfa üzərinə gəlib kosinus alfanın mötərizə kvadratı bərabər olmalıdır kökdə 2-nin kvadratına. Bunu asanda olur sinus kvadratı alfa. Üzərinə gəlinsin 2 sinus alfa kosinus alfa. Üzərinə gəlinsin kosinus kvadrat alfa bərabərlik kökdə 2-nin də kvadratı 2-yə bərabər olur. Bərabərliyin solunda görürük ki, sinus kvadrat alfa üzərinə kosinus kvadrat alfa var və əsas trigonometrik yeniliyə görə bu 1-ə bərabərdir. 1 üzərinə gəl 2 dənə sinus alfa kosinus alfa bərabər olur 2-yə. Buradan 2 sinus alfa kosinus alfa ifadəsini tapsaq 2 çıxılsın 1 bərabər olur 1-ə. Bizdən isə sinus alfa vurulsun kosinus alfa ifadəsi soruşulduğuna görə bərabərliyin hər iki tərəfini 2-yə böləcəm. Doğru cavab olacaq nə? 2-də 1. Yəni 0.5. 6-cı sualda doğru cavabımız A variantı olur. Növbəti 7-ci suala baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Gəlin yazaq. 7-ci sual. Sual 7. Sual 7. Yazıb ki, mənfi sinus kvadrat alfa üzərinə gəlinsin tangens alfa vurulsun kotangens alfa çıxılsın kosinus kvadratı alfa. Uşaqlar, əsas trigonometrik yeniliyə görə bilirik ki, tangens alfa vurulsun kotangens alfa 1-ə bərabər olur. Olur 1 çıxılsın, bu sinus kvadratı alfa üzərinə gəlib kosinus kvadratı alfanı da bu şəkildə yaza bilərik. Düzdürmü? Və növbəti əsas trigonometrik yeniliyimizə görə bu ifadənin də 1-ə bərabər olduğunu bilirik. 1 çıxılsın 1, doğru cavabımız olur 0. 7-ci sualda doğru cavab B variantıdır. 8-ci sualda 6-cı sualdakı kimidir. Bunda hər tərəfin kvadratı yüksəldib cavabı tapa bilərsiniz. Biz isə baxaq növbəti 9-cu suala. Görək 9-cu sualda nə yazılıb. Deyir ki, bu ifadəni sadələşdirin. Gəlin sualımızı əvvəlcə köçürək. Sual 9. Deməli 1 bölünsün sinus kvadratı alfa çıxılsın 1 vurulsun tangens kvadratı alfa. Düzdürmü? Belə bir ifadə verilir. Biz bu tangens kvadratı alfanı mötərizənin içərisindəki hər bir həddə vursaq, olacaq tangens kvadratı alfa bölünsün sinus kvadratı alfa çıxılsın bir dənə də tangens kvadratı alfa. Düzdürmü? İndi tangens kvadratı alfanın yerinə mən sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa yazanda tərsinə vurulacaq. Deməli olacaq nə? 1 bölünsün, burada yazaq uşaqlar. Tangens kvadratı alfanın yerinə sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa yazaq. İndi uşaqlar, burada tangens kvadratı alfanın sinus kvadratı alfaya böləndə 1 bölünsün kosinus kvadratı alfa eləyir. Çıxılsın, bu da sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa deməkdir. Məxrəclər bərabər yəni bir məxrəzi yazanda sürətdə 1 çıxılsın sinus kvadratı alfa eləyir. O da kosinus kvadratı alfaya bərabərdir. Kosinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa ifadəsi də bizə 1-i verir. Deməli 9-cu sualda da doğru cavabımız olur 1. Hansı variant? C variantı. 10-cu sualda oxşar sualdır. Bunda bu qayda ilə yazacaqsınız. Davam edək növbəti 11-ci çalışma ilə. 11-ci çalışmada yazılıb ki, kök altında 5 çıxılsın kosinus kvadratı alfa bərabər 2 olarsa sinus alfanı tapın. Gəlin bu bərabərliyin hər iki tərəfini, deməli kvadrata yüksəldək. Kök altında 5 çıxılsın kosinus alfa ifadəsi 2-yə bərabərdir. Hər tərəfin kvadrata yüksəlsək, bu bərabərliyin solu kökdən azad olacaq. 5 çıxılsın kosinus alfa bərabər olur 4-ə. Buradan da kosinus alfanı tapsaq, kosinus alfa bərabər olur müsbət 1-ə. Kosinus alfa 1-dirsə, onda sinus alfa nəyə bərabərdir? 0-a. Hardan gəlir? Əsas trigonometrik eyniliyə görə. 11-ci sualda doğru cavabımız olur C variantı. 12-ci sualda oxşar sualdır. Biz isə baxaq 13-14-cü suallara. 13-cü suala baxaq. Oxşarları özünüz yazacaqsınız. Sual 13-də kəs mötərizənin içərisində uşaqlar orta məxrəc tapanda olur kosinus kvadratı alfada nə olur? 1 çıxılsın kosinus kvadratı alfa. 1 çıxılsın kosinus kvadratı alfa. Vurulsun 1 bölünsün tangens kvadratı alfada nə deməkdir? Yəni kotangens kvadratı alfa deməkdir. O da kosinus kvadratı alfa bölünsün sinus kvadratı alfa deməkdir. Buradan ixtisarlar aparsaq, kosinus kvadratı alfalar ixtisar gedir. Sürətdə 1 minus kosinus kvadratı alfa mənə elə sinus kvadratı alfanı verir. Bir dənə də bölünsün nəyə? Sinus kvadratı alfa. Sinus kvadratı alfanın da sinus kvadratı alfaya nisbəti ilə bizə 1-i verəcək. 13-cü sualda da doğru cavabımız olur C variantı. 14-cü sualda oxşar sualdır. Baxaq 15-ci sual. Deməli sual 15-də nə deyib bizə?
Bizə A-nı və B-ni verib, A-mız bərabərdir 4 dənə tangens alfaya, B-miz də bərabərdir 3 dənə kotangens alfaya. Bizdən AB hasilini soruşur. AB hasili bunların hasili olacaq, yəni 4 tangens alfa vurulsun 3 kotangens alfa. 4'ü 3'e vuranda olur 12. Tangens alfa vurulsun kotangens alfa da bizə 1'i verir. 12 vurulsun 1. Doğru cavabımız 12. 15-ci sualda A variantı. 16-cı sualda oxşar sualdır, yazacaqsınız. 17-ci suala baxaq. Deməli, sual 17-də uşaqlar yazıb ki, sinus alfa vurulsun kotangens alfa. Mən birbaşa kotangens alfanın yerinə yazacağım kosinus alfa bölünsün sinus alfa. Bir dənə də üzərinə gəlinsin nə? Kosinus alfa. Buradan sinus alfalar gedir. Qalır nə? 2 dənə kosinus alfa. Doğru cavab 2 dənə kosinus alfa. Hansı variant? A variantı olacaq. Növbəti 18 suala baxaq. Bizə kotangens alfanı mənfi 4 verib. Kotangens alfa mənfi 4 isə bu ifadəni soruşur. Uşaqlar, gəlin bu kəsrin sürətini və məxrəcini nəyə bölək? Sinus alfaya bölək. Sinus alfanı sinus alfaya böləndə 1 eləyir. Üstünə gəl 2 dənə. 2 kosinus alfanı sinus alfaya böləndə eləyir 2 dənə kotangens alfa. Bölünsün. Məxrəcdə də olur 1 çıxılsın 2 dənə kotangens alfa. Düzdürmü? 1 üzərinə gəl. Kotangens alfanı bizə mənfi 4 verib. 2 vurulsun mənfi 4. Bölünsün. 1 çıxılsın 2 vurulsun mənfi 4. Belə bir ifadə alınır. Kəsin sürəti eləyir 1 çıxılsın 8, mənfi 7, məxrəci də 9. Doğru cavab mənfi 9-da 7. Hansı variant? E variantı. 18-də doğru cavab E olur. 19-da isə kəsin sürətini və məxrəcini nəyə böləcəksiniz bu dəfə? Kosinus alfaya böləcəksiniz, çünki bizə tangens alfa verilib. Sual 20-yə baxaq. Deməli 20-ci sualda burada yazıb 3 çıxılsın sinus kvadrat alfa çıxılsın kosinus kvadratı alfa. 3 çıxılsın mənfini mötərizə qarşısına yazanda 3 çıxılsın sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfa olur. Bu da bərabərdir. Əsas trigonometrik yeniliyə görə bilirik ki, bu ifadənin qiyməti 1-ə bərabərdir. 3 çıxılsın 1, doğru cavab 2-yə bərabər olur. 20-ci sualda doğru cavab D variantı. Sual 21-ə baxaq. Kəsin sürəti görürəm ki, müxtəsərə görə kosinus alfa çıxılsın sinus alfa vurulsun bu şəkildə asılacaq. Kosinus kvadratı alfa. Üzərinə gəlinsin kosinus alfa, sinus alfa və üzərinə gəlinsin sinus kvadratı alfa şəklində asılır. Məxrəcdə isə mən sinus kvadratı alfanı orta vuruq kimi mötərizə xaricinə çıxarsam qalır sinus alfa çıxılsın 2 kosinus alfa. Düzdürmü? 2 kosinus alfa qalır. 2 kosinus alfa. Belə bir ifadə alınır. Bərabər qoyaq buradan. Bərabərdir. Sürətli olur kosinus alfa çıxılsın sinus alfa vurulsun ikinci mötərizənin içərisi bizə nəyi verir? 1 üstünə gəl kosinus alfa sinus alfanı. Düzdürmü? Bölünsün məxrəcdə də nədir? Sinus kvadrat alfa vurulsun sinus alfa çıxılsın 2 kosinus alfa. Belə bir ifadə verilib bizə. İndi uşaqlar burada nə edirik? Kotangens alfa bizə mənfi 1 verilibsə, kotangens nə deməkdir? Kosinus böl sinusdur da. Deməli, burada kosinus alfanın yerinə mənfi sinus alfalar yaza bilərik. Düzdür? Və yaxud da sinus alfanın yerinə mənfi kosinus alfa yaza bilərik. İndi harada sinus alfa görsək, yerinə mənfi kosinus alfa yazarıq. Olacaq 2 dənə kosinus alfa birinci mötərizənin içərisində. Vurulsun. Mötərizənin içərisində olur 1 çıxılsın kosinus kvadrat alfa bölünsün. Məxrəcdə də olur nə? Sinusun yerinə dedik ki, nə yazarıq? Kosinus. Olur kosinus kvadrat alfa vurulsun. Mənfi 3 dənə nə? Kosinus alfa. Sinus alfanın yerinə kosinus. Mənfi 3 dənə kosinus alfa yazarıq. Mənfi 3 dənə kosinus alfa yazarıq. Bu da bərabər olacaq nəyə? Deməli, vurub açanda nə olur? Buradan əvvəlcə kosinus alfaları qısar aparsaq, olacaq 2 çıxılsın 2 dənə kosinus kvadrat alfa bölünsün nə? Mənfi 3 kosinus alfa. Mənfi 3 düz yazdıqda mənfi 3 kosinus alfa. Düzdürmü? İndi sürətli ikini mötərizə xaricinə çıxaranda bizə nəyə verir o? İkini mötərizə xaricinə çıxaranda qalır 1 çıxılsın 2 vurulsun 1 çıxılsın kosinus kvadrat alfa. O da 2 dənə sinus kvadratı alfanı verir. Bölünsün mənfi 3 dənə kosinus kvadratı alfa. Sinus alfa bölünsün kosinus alfa bizə tangens alfanı verir. Bu da tangens kvadratı alfadır. Kotangens alfa mənfi 1 isə bu da olur ilə mənfi 1. Cavab olur burada nə?
21-ci sualda doğru cavab olur elə -3/2. -3'te. Yine deyirəm uşaqlar. Burada sinüs kvadrat alfa bölünsün kosinüs kvadrat alfa tangens kvadrat alfa deməkdir. Kotangens alfa -1 isə tangens alfa da -1'dir deməli. Kvadratı olduğuna görə elə 1 eləyir. -3 ilə 2 vuranda cavab olur -3/2. 21-ci sualda doğru cavabımız olur E variantı. Növbəti 22-ci suala baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Gəlin əvvəlcə sağ tərəfdə bir yazmağa yer açaq, sonra başlayaq yazmağa. Qələmi biraz düzəldək. Əla. Sual 22. Uşaqlar, kəsin sürəti bilir ki, bizə baxan kimi bilməli ki, sinus kvadratı alfanı verir. Bölünsün, sinus alfa vurulsun, kosinus alfa. Sürətdən və məxrəcdən sinus alfaları xısar aparsaq, qalır nə? Sinus alfa bölünsün, kosinus alfa. Sinus alfa bölünsün, kosinus alfa ifadəsi də bizə nəyi verir? Tangens alfanı. Ona görə də 22-ci sualda doğru cavab B variantıdır. 23-cü sualda oxşar sualdır. Biz isə baxaq növbəti 24-cü suala. Görə 24-də nə deyir? 24-cü sual üçün uşaqlar ifadə üçün orta məxrəc tapsaq, orta məxrəc nədir? 1 üzərinə gəlinsin kosinus alfa. Kəsin sürətində isə olur sinus kvadratı alfa, üzərinə gəlinsin kosinus alfa, üzərinə gəlinsin kosinus kvadratı alfa. Kəsin sürəti olur elə 1 üstəgəl kosinus alfa, məxrəci də 1 üstəgəl kosinus alfa olduğuna görə bir-birinə bərabər iki ifadənin nisbəti bizə 1'i verir. 24-cü sualda doğru cavab D variantı olur. Növbəti 25-ci sualda oxşar sualdır. Baxaq 26-cı suala. Deyir ki, bu ifadəni sadələşdirin. Yazıb ki, sinus x vurulsun, tangens x'in yerinə nə yazacağam uşaqlar? Sinus alfa bölünsün kosinus alfa. Daha sonra üzərinə gəlinsin sinus alfa vurulsun, kotangens alfanın yerinə yazacağam kosinus alfa bölünsün sinus alfa. Belə bir ifadə alınır. Buradan bərabər olur ki, sinus kvadratı alfa bölünsün kosinus alfa, üzərinə gəlinsin kosinus alfa. Orta məxrəc kosinus alfada olur. Kosinus alfada sinus kvadratı alfa, üzərinə kosinus kvadratı alfa, o da 1 edir. Cavab 1 bölünsün kosinus alfadır. Hansı variant 26'da? Doğru cavabımız olur C variantı. 27-ci sualda oxşar sualdır. Biz isə baxaq 28-ci suala. Deməli uşaqlar 28-ci sualda bizə kotangens alfanı -2 verib. Deməli sual 28. Deyir ki, kotangens alfa bərabərdir -2'dir və əsas diqqət etməli olduğumuz məqam burada hansıdır? Deyir ki, alfa 4-cü rübün bucağıdır. Alfa 4-cü rübün bucağıdır. Bir də uşaqlar burada düz bucaqlı üstüsa çəkərsiniz. Bax sual 28. Bir dənə düz bucaqlı üstüsa çəkəcəksiniz. Bu düz bucaqlı üçsağın bucaqlarından birinə alfa bucağı deyəcəksiniz. İndi bizə kotangens alfanı -2 verib deyənə, təbii ki, kotangens nədir? Bitişik bölünsün qarşı. -2, 1, burada olur kökdə 5. Düzdürmü? İndi bizdən sinus alfanı istəyir. Sinus alfa nədir? Qarşı katet bölünsün hipotenüz. Yəni 1 bölünsün kökdə 1. Kəsin sürətin və məxrəcin kökdə 5'ə vuranda olur kökdə 5 bölünsün 5. Əsas məsələ nədir? Burada sinusun işarəsini müəyyənləşdirmək. 4-cü rübdə sinus nədir? 4-cü rübdə sinus mənfi olduğuna görə deməli olacaq -1 bölünsün kökdə 5. Yəni 28-ci sualda doğru cavab A variantı olur. Növbəti 29-cu suala baxaq. Deyir ki, bu ifadəni nəyin sadələşdirin? Yazmağa yer açaq burada. Sual 29. Uşaqlar, mötərizənin içərisi bilir ki, bizə sinus kvadratı alfanı verir. Vurulsun tangens kvadratı alfa. Üzərinə gəlinsin 1, çıxılsın tangens kvadratı alfa. Belə bir ifadə verilir. Düzdürmü? Buradan bərabər olacaq. Sinus kvadratı alfa vurulsun. Tangens kvadratı alfanın yerinə yaza bilərik. Və yaxud da bir dənə görək başqa cür bunu necə yaza bilərik biz. Elə belə yazaq. Sinus kvadratı alfa bölünsün nə? Kosinus kvadratı alfa yaza bilərəm. Üstünə gəl, 1 çıxılsın tangens kvadratı alfa. Bu ifadəni sadələşdirmək tələb olunur. Deməli, mötərizənin içərisindəki 1 çıxılsın kosinus kvadratı alfa ifadəsinin yerinə sinus kvadratı alfa yazdım. Vurulsun sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa. Görək indi bu bizə nəyi verəcək? Bu bizə verir ki, 1 çıxılsın deməli 1 çıxılsın tangens kvadratı alfa. Yazaq ki, sinus üstü 4 alfa bölünsün kosinus kvadratı alfa. Üzərinə gəlinsin 1 çıxılsın. Bunun yerinə mən sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa yaza bilərəm uşaqlar. Yaza bilərik. Bərabər olacaq. Sinus üstü 4 alfa bölünsün kosinus kvadratı alfa. Birdən tangens kvadratı alfanı çıxanda olur nə? Bunun cavabı nəyə bərabər olur? Kosinus kvadratı alfada kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Düzdürmü?
Olur üstünə gəl kosinus kvadratı alfada kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Düz yazdıq. Bəli, 1 çıxılsın deməli tangens alfa. Vurub aça da bilərdik əslində bunu uşaqlar. Belə də yazdıq, yox, belə davam eləyək görə. Bizə nə verir? Məxrəci olur kosinus kvadratı alfa. Sürətdə də sinus üssü 4 alfadan, sinus kvadratı alfadan mən deməli sinus kvadratı alfanı çıxarsaq və yaxud da mənfi sinus kvadratı alfanı çıxarsaq olacaq nə? 1 çıxılsın sinus kvadratı alfa. Üstünə gəl kosinus alfa. Üstünə gəl kosinus alfa. Bərabər olur mənfi sinus kvadratı alfa vurulsun kosinus kvadratı alfa. Üzərinə gəlinsin kosinus alfa. Bölünsün kosinus kvadratı alfa. İndi sürətə də kosinus alfanı çıxaranda qalır kosinus alfa vurulsun 1 çıxılsın sinus alfa kosinus alfa. 1 çıxılsın sinus alfa kosinus alfa. Bölünsün kosinus kvadratı alfa. Buradan bunlar gedir qalır 1 çıxılsın sinus alfa kosinus alfa bölünsün kosinus alfa. Düzdür? Belə bir ifadə alırıq. Bu da uşaqlar kosinus kvadratı alfadır. Kosinus kvadratı alfa. Kosinus kvadratı alfa. Belə də yaza bilərik və yaxud da indi uşaqlar mən bunu başqa üsulla da siləm. Yazın, buranı bir dənə silək. Burada cavab E variantıdır, amma biz gəlin belə eləyək. O tangens kvadratı alfanı mötərizənin içərisinə vurub açaq. Elə daha rahat alınacaq. Siz də bu ikinci yazdığım üsulla yazın. Olur nə? 1'ə vuranda tangens kvadratı alfa çıxılsın. Kosinus kvadratı alfaya vuranda axı sinus kvadratı alfa eləyir. Çıxılsın sinus kvadratı alfa. Üzərinə gəlinsin 1 çıxılsın tangens kvadratı alfa. Buradan tangens kvadratı alfalar gedir. 1 çıxılsın sinus kvadratı alfa. Bu da elə kosinus kvadratı alfadır. Belə daha rahatdır. 29'da doğru cavab olur E variantı. Növbəti 30-cu suala baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Uşaqlar, kəsin sürətini belə aça bilərəm. Kosinus alfa çıxılsın sinus alfa müxtəsərə görə. Vurulsun 1 plus sinus alfa kosinus alfa. Bu şəkildə asılır. Bölünsün məxrəcdə də nədir? 1 üzərinə gəlinsin sinus alfa kosinus alfa. Kəsin sürətindən və məxrəcindən 1 plus sinus alfa kosinus alfaları xəsarəfandan sonra cavab qalır kosinus alfa çıxılsın sinus alfa. Hansı variantdır? E variantı. 30-cu sualda doğru cavabımız E variantı olur. Növbəti 31-ci suala baxaq. İfadənidir sadələşdirin. Sadələşdirək. Bunu biraz aşağı sürüşdürək. Sual 31. Yazaq sağ tərəfdə. Uşaqlar, kosinus alfanı gəlin əvvəlcə nə edək? Saxlayaq. Bu qabaqdakı kosinus alfanı olduğu kimi saxlayaq. Vurulsun mötərizə açaq. Bu birinci mötərizənin içərisinin orta məxrəci nədir? Kosinus alfadır. Yazacağım kosinus alfada nə olur? Kosinus alfa üzərinə gəlinsin 1, üzərinə gəl tangens alfanı kosinus alfaya vuranda nə edir? Sinus böl kosinusdur. Kosinusa vuranda sinus alfa. Üstəgəl sinus alfa. Düzdür? Sonra mötərizəni bağlayırıq. İkinci mötərizənin içərisində orta məxrəc kosinus alfadır. Sürətində isə olur kosinus alfa çıxılsın 1, üstünə gəl sinus alfa. Düzdür? Belə bir ifadə alınır. Bunların arasında vurmadır. Bu da bərabərdir. İndi bunları bir-birinə vurub açmalıyıq. Kosinus alfa vurulsun. Məxrəcdə olur kosinus kvadratı alfa. Sürətdə də olur. Uşaqlar, kosinus alfa plus sinus alfa. Plus 1, bir də kosinus alfa plus sinus alfa minus 1. Bu sürətlərin hasili bizə müxtəsərə görə kosinus alfa üzərinə gəlinsin sinus alfanın mötərizə kvadratı çıxılsın 1'i verir. Buradan kosinus alfa ilə kosinus kvadratı alfalar gedir. Deməli, indi bunu açanda olur kosinus kvadratı alfa üzərinə gəl sinus kvadratı alfa üzərinə gəlinsin 2 kosinus alfa sinus alfa minus 1. Birlər gedir, qalır nə? 2 kosinus alfa sinus alfa. Məxrəcdə də bir dənə bizim nəyimiz qalmışdı? Kosinus alfamız qalmışdı. Bərabər qoyuram. Buradan kosinus alfaları da xəsarəfandan sonra cavab olur 2 sinus alfa. 31-ci sualda doğru cavabımız 2 sinus alfa. Hansı variantdır? C variantıdır. 32-ci sualda da uşaqlar nə edəcəksiniz? Burada kəsin sürətini əvvəlcə sadələşdirəcəksiniz. Gəlin sadələşdirək. O açılır, vurğularınız ayrılır. Sinus alfa çıxılsın kosinus alfa vurulsun 1 plus sinus alfa kosinus alfa.
bölünsün sinus alfa çıxılsın kosinus alfa, çıxılsın sinus alfa kosinus alfa. Düzdür? Buradan kəsin sürətinə və məxrəci ilə sinus alfa çıxılsın kosinus alfaları sarafandan sonra qalır 1 plus sinus alfa kosinus alfa. Bir dənə də çıxılsın sinus alfa kosinus alfamız var idi. Sinus alfa kosinus alfaları destə aparandan sonra doğru cavabımız olur 1. 32-ci sualı da doğru cavab C variantı olur. Növbəti 33-cü suala baxaq. 33-də nədir? Deyir ki, bu ifadəni sadələşdirin. Düzdür, gəlin sadələşdirək. Sual 33. Sual 33. Uşaqlar, bu ilk iki mötərizənin hasili bizə müxtəsərə görə bir dəfə toplu bir dəfə çıxıbsa, 0,4-də 3-də 1 deməkdir. 3-də 1-in kvadratı, yəni 9-da 1 çıxılsın sinus kvadratı alfanı vermir. Bunu mötərizəyə alaq, üstünə gəlinsin. 3-cü və 4-cü mötərizələrin hasili də mənə 2 kökdə 2 bölünsün 3-ün kvadratı çıxılsın kosinus kvadratı alfa. Yəni 9-da 8 çıxılsın kosinus kvadratı alfanı verir. Mötərizələri açsaq 9-da 1 ilə 9-da 8-in cəmi 9-da 9 edir. Mənfini qabaqda saxlayıb sinus kvadratı alfa plus kosinus kvadratı alfa cəmini mötərizə daxilinə yazsaq olur 1 çıxılsın 1, doğru cavab olur nə? 0. 33-cü sualda doğru cavabımız C variantıdır. Növbəti 34-cü suala baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Deməli, uşaqlar bizə belə bir ifadə verilib. Sinus üstü 6 alfa, üzərinə gəlinsin kosinus üstü 6 alfa, üstünə gəl 3 dənə sinus kvadratı alfa, vurulsun kosinus kvadratı alfa. Uşaqlar, mən sinus üstü alfa, üstə gəl kosinus üstü alfanı yazaram. Sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfanın kubu, çıxılsın 3 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa vurulsun. Bunların cəmini yazmalıydım. Elə 1 yazıram. Sonra üstünə gəl bir dənə də nə? Bax bu ifadə. Bax bu ifadəni elə bir ki burada yazıram. Bərabərdir. İndi bu ifadə mənə 1-i verir. 1-in kubu 1. Çıxılsın 3 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa. Bir dənə də üstünə gəl nə var? 3 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa var. Buradan mənfi 3 dənə sinus kvadratı alfa müsbətlər gedir. Qalır nə? 1. 34-cü sualda doğru cavabımız D variantıdır. 34-də doğru cavab D variantı olur. 35 də oxşar sualdır. Bunda bu qayda ilə yazacaqsınız. Biz isə baxaq növbəti 36-cı suala görə. Sual 36 nədir? 36-da uşaqlar bir sadələşdirin. 2 dənə kosinus üstü 4 alfadır. Vurulsun. Tangens kvadratı alfanın yerinə yazıram. Sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa. Üstünə gəl. Sinus üstü 4 alfa, sinus üstü 4 alfa. Bir dənə üstünə gələn nə var? Kosinus üstü 4 alfamız var. Bərabərdir. Buradan bunlar gedir. Qalır nə? 2 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa. Üzərinə gəlinsin sinus üstü 4 alfa. Üzərinə gəlinsin kosinus üstü 4 alfa. Qalan ifadə bizə uşaqlar sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfanın mötərizə kvadratını verir. Bu ifadənin əsas trigonometrik eynilikdən 1-ə bərabər olduğunu bildiyimizə görə 1-in kvadratı doğru cavab eləyir 1. 36-da doğru cavabımız B variantıdır. Növbəti 37-ci suala baxaq. Deyir ki, bu ifadənin qiymətini hesablayın. Tangens alfa 2-dir. Uşaqlar, yenə burada nə edəcəksiniz? Burada biz nə edərik? Bir dənə düzbucaqlı üçsağ çəkəcəm. Bu düzbucaqlı üçsağın bucaqlarından birinə alfa desəm, tangens alfa nədir? Qarşı böl 2, 1, bura olur kökdə 5. Sinus alfanı tapsaq, sinus alfa bərabər olur 2 bölünsün kökdə 5. Kosinus alfa isə bərabər olur nəyə? 1 bölünsün kökdə 5. Daha sonra həmin ifadədə nəzərə alsaq, olur nə? Olur deməli 3 dənə sinus kvadratı alfa. Sinus alfa nə tapmışıq? 2 böl kökdə 5. Bunun kvadratı eləyir 4 böl 5. Üzərinə gəlinsin 2. Bölünsün, məxrəzil olur 4 vurulsun. 5 dənə 1 böl 5. Yəni bunun kvadratı. Olur 5-də 12 üstə gəl 2. 2 tam 5-də 12. Bölünsün, məxrəzdə də 4 üstə gəl 1, 5 edir. 2 tam 5-də 12 nə deməkdir uşaqlar? 5-də 32 deməkdir. 5-də 32-ni də 5-ə böləndə bunun tərsini, yəni 5-də 1-ə vururam. Cavab olur nə? 25-də 22 edir uşaqlar. Burada 32 yazmışam, 22. Cavab olur 25-də 22. Hansı variant? 37-ci sualda doğru cavabımız olur D variantı. Növbəti 38-ci sualda uşaqlar oxşar sualda yenə düzbucaqlı üçbucaqla yazacaqsınız. 39-a baxaq.
39-da bizə deməli kotanges alfanı 2 verib, deyir ki, bu ifadənin qiymətini hesablayın. Yəni hesablayaq. Sual 39. Kotanges alfa 2-dirsə, bir dənə düzbucaqlı üçsat çəkərik. Yenə bir dənə düzbucaqlı üçsat çəkərik burada. Bu bizim olsun nəyimiz? Düzbucaqlı üçbucağımız. Və yaxud da heç düzbucaqlı üçsatla getməsə belə, bu bərabərliyin gəlin hər tərəfini necə eləyə bilərik bunu? Əvvəl ifadəmizi köçürək. 3 dənə sinus alfa, kosinus alfa, üzərinə gəlib kosinus kvadratı alfa. Əvəz etməklə eləyək. Kotanges alfa 2-dirsə, deməli kosinus alfamız nəyə bərabərdir? 2 dənə sinus alfaya. İndi harda kosinus alfa görsəm, yerinə 2 dənə sinus alfa yazacağam. Olacaq nə? 3 dənə sinus alfa vurulsun. Dedik ki, harda kosinus alfa görsə, yerinə 2 dənə sinus alfa yazarıq. Üstünə gəl. Bunun kvadratı ilə 4 dənə sinus kvadratı alfa. Məxrəcdə də nə olur? Sinus kvadratı alfa çıxılsın. 2 dənə 2 vurulsun. 4 dənə sinus kvadratı alfa. Belə bir ifadə alınır. Bərabərdir. Kəsin sürəti eləyir 10 dənə sinus kvadratı alfa. Kəsin məxrəci də eləyir nə? Mənfi 7 dənə sinus kvadratı alfa. Sürətdən və məxrəcdən sinus kvadratı alfaları ixtisar aparımdan sonra cavabımız olur mənfi 7-də 10. 39-cu sualda doğru cavab mənfi 7-də 10. Hansı variantdır? A variantı. Növbəti 40-cı suala baxaq. Deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Bu funksiyanın qiymətlər çoxluğunu tapın. Uşaqlar, mən bizə belə bir ifadə verilib. Y bərabərdir. Funksiya verilib daha doğrusu. Sinus x, kosinus x çıxılsın 2-də 1. Bunu nə edəcəm uşaqlar? Sinus x, kosinus x ifadəsinin hər iki tərəfini 2-yə vurub 2-yə böləcəm. 2 sinus x, kosinus x bölünsün 2. Heç nə dəyişmir ki, çıxılsın 2-də 1. Və 2 sinus x, kosinus x bizə uşaqlar sinus 2x verir. Sinus 2x çıxılsın 1 bölünsün 2. İndi bunun qiymətlər çoxluğunu istədiyinə görə biz bilirik ki, sinus x funksiyasının qiymətlər çoxluğu mənfi 1, 1-dir. Bir dəfə mənfi 1 qoyacam sinus 2x-in yerinə. Mənfi 1 edir. Bir dəfə də 1 qoyaram, 0 edir. Deməli, bunun qiymətlər çoxluğu nə olur? Mənfi 1, 0. Hansı variant? A variantı. Eyni ilə 41-ci sualda oxşar sualdır. 42-ci suala baxaq. Yenə bunun qiymətlər çoxluğunu istəyir. Bu dəfə bunun hər tərəfini 4-ə vurub bölməliyik. Baxın, 4-ə vurub bölməliyik. Orada olur, deməli 4 dənə sinus kvadratı x, kosinus kvadratı x bölünsün 4, üzərinə gəlinsin 3. Kəssin sürəti bizə bu dəfə sinus kvadratı 2x verir. Üstünə gəl 12 bölünsün 4. Yenə bunun yerinə bir dəfə artıq mənfi 1 yox 0,1 qoyacaqsınız. Çünki cüt funksiyanın qiymətlər çoxluğu 0,1 olur. Yəni cüt sinus funksiyasından söhbət gedir. 0 qoyanda 3, 1 də qoyanda 3,4-də 1. Deməli bunun qiymətlər çoxluğu da olur 3 ilə 3,4-də 1. 42-ci sualda da doğru cavab C variantı olacaq. Növbəti davam edək 43-cü sualla. Görək. Bunu da özünüz yazacaqsınız. Qiymətlər çoxluğu ilə bağlı sualdır. Baxaq 44-də. Sual 44-də. Sinus alfa üzərinə gəlib kosinus alfanı bizə A verib, bu ifadənin qiymətini istəyir. Uşaqlar, mən kəsin sürətini bu şəkildə atsam, sinus alfa üzərinə gəlinsin kosinus alfa vurulsun, 1 çıxılsın sinus alfa, kosinus alfa. Düzdürmü? Bölünsün 2. İndi sinus alfa üzərinə gəlib kosinus alfa ifadəsini A yazsam, olacaq A vurulsun, 1 çıxılsın sinus alfa, kosinus alfa bölünsün 2. Hələ heç nə bitməyib. Bu da bərabər olur. Bu da bərabər olur. İndi mən bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəltsəm, bax bu bərabərliyin hər iki tərəfini kvadrata yüksəltsəm, olur nə? 1 üstünə gəl, 2 sinus alfa, kosinus alfa bərabər olur A kvadratına. Onda sinus alfa, kosinus alfa mənə nəyi verir? A kvadratı minus 1 bölünsün 2-ni. Gətir burada yerinə qoysaq, A vurulsun, 1 çıxılsın, nə olur? A kvadratı çıxılsın 1 bölünsün 2, bir dənə də məxrəcdə bölünsün 2 var. Vurub atsaq, olacaq A çıxılsın, A kubu minus A bölünsün 2 bölünsün 2. Kəsin sürətində orta məxrəc tapanda olur nə? Olur mənfi A kubu. A çıxılsın A kubu, A çıxılsın A kubu bölünsün 4. Düzdür? Bölünsün 4 olur da. Yəni diqqətli olaq burada. Deməli, burada nə olur? 2-yə vuranda. Burada nəsə səhvimiz olmadı ki. Yox, olmadı. A kvadrat çıxılsın 1. Bunun yerinə yazdıq. A kvadratı çıxılsın 1 bölünsün 2. Düzdür?
Sonra 2-ni vurduq, oldu a çıxılsın a kubu minus a bölünsün 2. 2-yə vurduq. Hə, burada üstə gələ olur 3a olur. 3a çıxılsın a kubu bölünsün 4. 4 hardan gəldi? 2-ni 2-yə vurduq, oldu 4. Cavab olur nə? Bax belə. 3a çıxılsın a kubu bölünsün 4. Yerlərini dəyişib mənfi a kubu üzərinə gəl 3a bölünsün 4 kimi yaza bilərsiniz. İndi variantlarda bizə necə verilib? 3a çıxılsın a kubu bölünsün 4 kimi verildiyinə görə cavab elə D variantı olur. 45-ci sualda oxşar sualdır. 46-ya baxaq. Deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Yəni y-ni istəyir. Uşaqlar, burada nə edəcəm? 6-nı mötərizə xaricinə çıxarsam, nə qalır? 6 vurulsun sinus üstü 4x üzərinə gəlinsin kosinus üstü 4x qalır da. Belə bir ifadə. 6-nı çıxarmışıq. Mötərizənin içərisində mən yazaram sinus kvadratı x üzərinə gəlinsin kosinus kvadratı x-in mötərizə kvadratı çıxılsın 2 sinus kvadratı x kosinus kvadratı x kimi yaza bilərəm. Bu da bərabər olacaq. 6 vurulsun 1 çıxılsın 2 dənə sinus kvadratı x kosinus kvadratı x şəklində. 6-nı vurub atsaq olur 6 çıxılsın 12 dənə sinus kvadratı x kosinus kvadratı x. Uşaqlar, bu da bərabərdir 6 çıxılsın 12-ni 3 vur 4 kimi yazanda 3 vurulsun sinus kvadratı 2x verir bizə. Bir dəfə mənfi 1, bir dəfə də 1 qoyacaqsınız. Olur nə? 0,1 daha doğrusu üzülürsən uşaqlar. Burada cüt funksiyadır. Yenə 0,1 qoyuruq. Olur nə? 3,6. Yəni bunun qiymətlər çoxluğu 3,6 olur. B variantı 46-da doğru cavab B variantı. Və yadın saxlayın uşaqlar, bu cür funksiyaların qiymətlər çoxluğunu tapanda çalışın onu bir funksiyadan asılı hala gətirin. Yəni ya sinusa ya kosinusa. Biz də həmin formaya gətirdik. 47-ci sualda oxşar sualdır. Biz isə baxaq sual 48-ə. Deməli 48. Uşaqlar, bizə sinus alfa vurulsun kosinus alfanı 8-də 3 verib. Biz sinus alfa çıxılsın kosinus alfanı tapmalıyıq. Sinus alfa çıxılsın kosinus alfa. Buna bir t desək, hər tərəfin kvadratı yüksəlsək, olur sinus kvadrat alfa çıxılsın 2 sinus alfa kosinus alfa üzərinə gəlinsin kosinus kvadratı alfa bərabər olur t kvadratına. Düzdür? İndi sinus kvadrat alfa üzərinə kosinus kvadrat alfa mənə 1 verir. Çıxılsın 2 vurulsun. Sinus alfa kosinus alfanı da bizə 800 verib. Bərabərdir t kvadratına. Buradan 8-də 2 bərabər olur t kvadratına. T kvadratı bərabər olur. T də bərabər olur plus minus 2-də 1-ə. Deməli bizim o sinus alfa çıxılsın kosinus alfa ifadəmiz plus minus 2-də 1-dir. Onsuz da modullu olduğuna görə yenə müsbət 2-də 1 eləyəcək. 3-ü də 2-də 1-ə vuranda cavab olur 1,5. Necə də maraqlı sual idi. 48-də doğru cavab E variantıdır. Daha sonra 49-da oxşardır. Baxaq 50-ci suala. Görək 50-də nə istəyir? Deməli, sual 50. Sual 50. Bu ifadəni sadələşdirin deyir. Sadələşdirək də. Burada nə edə bilərik? Görək qısa yolla necə gedə bilərik? Sinus kvadrat alfa çıxılsın sinus üssü 4 alfa üzərinə gəlinsin kosinus üssü 4 alfa. Daha sonra belə eləyək uşaqlar. Kəsin sürətində sinus kvadratı alfanı olduğu kimi saxlayaq. Mənfini ataq qabağa, mötərizənin içərisində yazaq sinus üssü 4 alfa çıxılsın kosinus üssü 4 alfa kimi yazmaq olar. Məxrəcdə də eyni ilə kosinus kvadratı alfanı saxlayaq. Mənfini ataq, burada yazaq kosinus üssü 4 alfa çıxılsın sinus üssü 4 alfa. Düzdürmü? Bərabərdir. İndi sürətli olur sinus kvadratı alfa çıxılsın. Bu vuruqlara necə ayrılır? Bu vuruqlara belə ayrılmır. Sinus kvadratı alfa çıxılsın kosinus kvadratı alfa. Bir dənə də vurulsun sinus kvadratı alfa üzərinə gəlinsin kosinus kvadratı alfa kimi. Məxrəcdə də nə var? Məxrəcdə də kosinus kvadratı alfa çıxılsın. Bu da vuruqlara ayrılır. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Vurulsun kosinus kvadratı alfa üzərinə gəlinsin sinus kvadratı alfa kimi. Belə yaza bilirik. Bərabər qoyacağım burada. Olur sinus kvadrat alfa çıxılsın. Mötərizə açıram. Mötərizənin içərisində bu 1 eləyir. Olur sinus kvadrat alfa çıxılsın kosinus kvadratı alfa. Məxrəcdə də kosinus kvadrat alfa çıxılsın. Bu da 1 eləyir. Mötərizənin içərisində qalır kosinus kvadrat alfa çıxılsın sinus kvadratı alfa. Mötərizələri açsaq sürətdə sinus kvadratı alfalar gedir, qalır kosinus kvadratı alfa. Məxrəcdə də kosinus kvadratı alfalar gedir, qalır sinus kvadratı alfa.
Mən bunu uşaqlar kosinus alfa bölünsün sinus alfanın mötərizə kvadratı kimi yaza bilirəm. Bu da olur nə? Kotangens kvadratı alfa. Deməli, doğru cavab kotangens kvadratı alfadır. Görək hansı variantdır? 50-ci sualda kotangens kvadratı alfa C variantıdır. 50-ci sualda doğru cavab C variantı olacaq. Daha sonra davam edək 51-ci sualla. Deyir ki, bu kəsirini ixtisar edin. Sinus kvadratı alfa çıxılsın 5 sinus alfa üzərinə gəl 6 bölünsün kosinus kvadratı alfa üzərinə gəlinsin 2 sinus alfa çıxılsın 1. İxtisar eləməliyik. İxtisar elə bilməyimiz üçün təbii ki, sürətini və məxrəcini vurğulara ayırıb daha sonra ixtisar eləməliyik. Görə nə edə bilərik burada yenə? Sürəti uşaqlar vurğulara belə ayıra bilərəm. Sinus alfa çıxılsın 2 vurulsun sinus alfa çıxılsın 3 şəklində. Ayıra bilirik bu şəkildə. Ayıra bilirik. Düzdür? Məxrəci də kosinus kvadratı alfanın yerinə 1 çıxılsın sinus kvadratı alfa deyəndə birlər gedir, qalır sinus kvadratı alfa üzərinə gəlinsin 2 sinus alfa. Düz yazdıq. Deməli 3 dənə sinus alfa. Bəli, düz yazmışıq. Məxrəcə deməli nə edim? Kosinus kvadratı alfanın yerinə 1 çıxılsın sinus kvadratı alfa dedim. Burada mənfisi yadda çıxdı. Bərabərdir. İndi sürəti olduğu kimi saxlayıram. Sinus alfa çıxılsın 2, vurulsun sinus alfa çıxılsın 3. Məxrəcə sinus alfanın mötərizə xaricinə çıxaranda qalır sinus alfa vurulsun 2 çıxılsın sinus alfa. Düzdürmü? Buradan indi uşaqlar biz sinus alfa çıxılsın 2-dən 2 çıxılsın sinus alfaları ixtisar apara bilərik, amma mənfisi qalır. O qalan mənfini də sürətə vursam, sürətdə olur 3 çıxılsın sinus alfa, məxrəcə də qalır sinus alfa. Cavab 3 çıxılsın sinus alfa bölünsün sinus alfadır. Hansı variant? 51-də doğru cavab D variantı olur. 52-yə baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Gəlin sadələşdirək. Sual 52. Belə eləyək uşaqlar. Bunlar üçün orta məxrəc belə yazaq birinci. Sinus alfa bölünsün 1 çıxılsın kosinus alfa. Çıxılsın kotangens alfanın da yerinə kosinus alfa bölünsün sinus alfa yaza bilərəm. Bərabər qoyuram. Bərabər qoyuruq burada. Bunlar üçün orta məxrəc bunların hasilidir. Sinus alfa vurulsun 1 çıxılsın kosinus alfadır. Sürətdə isə olur nə? Sinus kvadrat alfa çıxılsın 1 üstünə gəl kosinus kvadrat alfa. Kəsin sürəti 0 olur deyənə bu kəsirin qiyməti də 0-a bərabər olacaq. Ona görə bircə dəqiqə uşaqlar, burada nəyi səhv elədik biz? Sinus alfaya vururuq. Bunlar kotangens alfa, kosinus alfa bölü sinus alfa yazdıq. Düzdür? Orta məxrəc bunların hasilidir. Bunu sinus alfaya vurduq. Bunda 1 çıxılsın kosinus alfa. Yəni çıxılsın 1 üstünə gəl kosinus kvadratı alfa. Burada 1 çıxılsın kosinus alfa. Cavab 0'dır uşaqlar. Burada cavab 0'dır. 52-də doğru cavab 0'dır. Nəsə səhv eləmiriksə 1 çıxılsın kosinus kvadratı alfa mənə sinus kvadrat alfanı verir. Sinus kvadrat alfalar da gedir. Bəli, cavab 0'dır. 52-də doğru cavab A variantıdır. 53-də. 53-də uşaqlar bizə verilən tənasübdən çarpaz vursaq, kosinus alfa nəyə bərabər olur? 3 üstünə gəl 3 dənə sinus alfa. Düzdür? Bax bunu alırıq. İndi kosinus alfanın yerinə sürətdə 3 üstə gəl 3 dənə sinus alfa yazsam, bizə nəsə verəcək o. Belə yazdıq. Kosinus alfa nəyə bərabər oldu? 3 üstə gəl 3 dənə sinus alfa. Bunu yazdıq. İndi bizdən soruşulan isə kosinus alfa bölünsün 1 çıxılsın sinus alfa ifadəsinin qiymətini tapmaqdır. Bax, bu ifadənin qiymətini tapmalıyıq biz. Uşaqlar, kosinus alfanın yerinə 3 üstə gəl 3 dənə sinus alfa yazsam, 3 üstə gəl 3 dənə sinus alfa bölünsün 1 minus sinus alfa. Belə bir ifadə alınır, düzdür? Bundan sonra nə edə bilərik biz? Bundan sonra 3'ü mötərizə xaricinə çıxarsam olur 3 vurulsun 1 plus sinus alfa, 1 plus sinus alfa, düzdür? Bölünsün nə? 1 minus sinus alfa. 1 minus sinus alfa. Belə bir ifadə aldıq. Görək buradan sonra nə edə bilərik? İndi uşaqlar, kosinus alfa deyir ki, bərabərdir nəyə? 3 üstə gəl 3 dənə sinus alfaya. Sinus alfa bunun məxrəcin qoşmasına vursaq, olur 3 vurulsun. Bunun kvadratı olur da 1 plus sinus alfa.
Olur yəni 1 üstə gəl 2 sinus x üstünə gəl sinus kvadrat x. Məxrəcdə də kosinus kvadrat x eləyir də. Kosinus kvadrat x. İndi görək ki, uşaqlar. Bircə dəqiqə. Buradan baxaq. Aşağıdan yazaq. Bərabərdir. Vurub açsaq. Olur 3 üstünə gəl 6 dənə sinus x. Üstünə gəl sinus kvadrat x. Düzdür? Sinus kvadrat x. Bölünsün kosinus kvadrat x. Bölünsün kosinus kvadrat x. Belə bir ifadə aldıq. İndi mən nə edəcəm uşaqlar? Nə edəcəm burada? Bizə 3 üstə gəl 3 sinus x-i nə vermişdi? Kosinus x-imiz 3 üstə gəl 3 sinus x-i. Düzdür? 3 üstə gəl 3 sinus x. Bunu kvadrata yüksəltsək. Kosinus x-in yerinə 3 plus 3 sinus x yazsaq. Bizə nə verəcək? Olur, yəni 1 plus kosinus x-in kvadratı. Bircə dəqiqə uşaqlar, görək onu necə yazarıq. Uşaqlar, indi burada fikir verin. Biz bura kimi gəlmişik. Kəsin sürətində 3 dənə sinus kvadrat x olur, bu heç. 3-ü mötərizə xaricinə çıxarsaq, olacaq 1 üstünə gəl 2 sinus x üstünə gəl sinus kvadrat x bölünsün kosinus kvadrat x. Düzdür? Bu olur 3 vurulsun. Və bu ifadə bizə nəyi verir? Bizə verilən ifadənin kvadratı deyil. Bax, bu ifadənin kvadratı. Yəni, bunun yerinə 9-a 1 yaza bilərəm. 3-ü də 9-a 1-ə vuranda cavab olur 3-də 1. Ona görə 53-cü sualda cavab 3-də 1-dir. C variantı. Növbəti 54-cü suala baxaq. Deyir ki, bu ifadəni sadələşdirin. Gəlin sadələşdirək. Sual 54. Sual 54-ü yazaq. Qələmi biraz da düzəldə uşaqlar. 35 yaxşıdır. Hə, görək. Sual 54. Uşaqlar yazıb ki, sürətdə 1 çıxılsın tangens x bölünsün 1 plus tangens kvadratı x. Üzərinə gəl 1 plus kotangens x bölünsün 1 plus kotangens kvadrat x. Sürəti olduğu kimi saxlayıram. 1 çıxılsın tangens x. Məxrəci biraz sadələşdirək. Uşaqlar 1 üstə gəl tangens kvadrat x mənə 1 bölünsün kosinus kvadrat x vermir. Ay sağ. Üstünə gəl sürətdə 1 üstə gəl kotangens x olduğu kimi saxlayıram. Məxrəcə də 1 üstə gəl kotangens kvadrat x mənə 1 bölünsün sinus kvadrat x verir. Bax belə. Belə yazırıq. İndi 1 çıxılsın tangens x-i buna bölənə təbii ki, bunun tərsinə vuracağım kosinus kvadrat x-ə. Olur kosinus kvadrat x çıxılsın tangens x vurulsun kosinus kvadrat x. Üstünə gəl. Bunu da böləndə bunun tərsinə vuracağım. Olacaq sinus kvadrat x. Üzərinə gəlinsin kotangens x vurulsun sinus kvadrat x. Buradan uşaqlar kosinus kvadrat x üzərinə gəl sinus kvadrat x mənə 1-i verir. Bu çıxılsındır. Kosinus kvadrat x bu sinus x bölünsün kosinus x gedir. Qalır nə? Çıxılsın sinus x kosinus x. Burada da kotangens x üstə gəl kosinus x sinus x qalır. Kosinus x sinus x. Mənfi sinus x və kosinus x-ləri aparandan sonra cavab qalır nə? 1. 54-cü sualda doğru cavabımız 1 olur. D variantı. Sual 55-də deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tapın. Uşaqlar, orta məxrəc tapsaq, orta məxrəc bulanın hasili təbii ki. Məxrəcdə olur sinus kvadratı alfa, kosinus kvadratı alfa. Sürətdə isə olur 1. Sürətdə isə olur 1. İndi bunun sürətini və məxrəcini 4-ə vursam, 4 bölünsün 4 dənə sinus kvadratı x, kosinus kvadratı x olur. Düzdürmü? Bu da bərabər olur 4 bölünsün məxrəc sinus kvadratı 2x-dir. İndi bunun qiymətlər çoxluğunu dediyinə görə, bir bölünsün, indi nə olacaq burada? Deməli, 4-dən 1 qoyaram bunun yerinə. Ən böyük qiyməti çünki bunun 1-dir. 1 qoyanda 4 olur. Digərləri 1-dən kiçik olduğuna görə olacaq 4-dən müsbət sonsuzluğa kimi. Bax, cavab bu şəkildə olur. 4 müsbət sonsuzluq cavab C variantıdır. Növbəti 56-cı suala aid uşaqlar biz yazdıq bayaq. Bunu özünüz yazarsınız. 57-yə baxaq. 57-də nə deyir? Deyir ki, bizə deməli belə bir ifadə verilib. Kotangens 7x bölünsün 34-ü 7 olarsa deyir ki, kosinus 7x bölünsün 17-ni tap. Uşaqlar, mən gəlin belə eləyək bunu. Kotangens 7x bölünsün 34. 7x bölünsün 34. Bizə bunu verib ki, 7-dir. Bizdən istəyir ki, kosinus 7x bölünsün 17 ifadəsinin qiymətini istəyir. Bax, bunu
hesablayındır. Görə necə yaza bilərik bunu? Mən bunu uşaqlar, buna bir alfa bucağı desəm, kotangens alfa əgər 7-dirsə, məndən nə istəyir? Məndən kosinus 2 alfanı istəyir də. Düzdürmü? Kosinus 2 alfanı istəyir. Bax, diqqətli olun uşaqlar. Bu alfadırsa, bu onun 2 mislidir. 2 alfadır. İndi kosinus 2 alfanın kotangens alfa nə deməkdir? Kosinus alfa bölünsün sinus alfa deməkdir. Deməli, bu 7-dirsə, onda bizim kosinus alfamız 7 dənə sinus alfaya bərabər. Kosinus 2 alfanın da uşaqlar belə bir açılış düsturu var. Kosinus kvadratı alfa çıxılsın sinus kvadratı alfa. Bax, belə bir düsturu var bunun. İndi nə edəcəm mən burada? Kosinus alfamız 7 dənə sinus alfaya bərabərdirsə, olacaq nə? 48 dənə sinus kvadratı alfa. Deməli, bu ifadəmizin qiyməti 48 dənə sinus kvadratı alfaya bərabərdir. Daha sonra nə edəcəm? Bilirik ki, bunun hər tərəfin kvadrat yüksəldiyində kosinus kvadratı x bərabər olur 49 dənə sinus kvadratı x-ə və bir də bu keçirsək sola olur kosinus kvadratı x çıxılsın 49 dənə sinus kvadratı x bərabərdir 0-a. Bir də bilirik ki, əsas trigonometrik yeniliyə görə kosinus kvadratı alfa üzərinə gəlinsin sinus kvadratı alfa bərabərdir 1-ə. Bunlar tərəf-tərəfə çıxsa, olur mənfi 50 dənə sinus kvadratı x bərabər olur mənfi 1-ə. Buradan sinus kvadratı x-i tapıram ki, 1 bölünsün 50-yə. Yerinə qoysaq olur 48 vurulsun 1 bölünsün 50. Cavab 50-də 48, yəni 0,96-dır. Necə də maraqlı sualdır. 57-də doğru cavabımız olur A variantı. İndi açıq tipli çalışmalara baxaq uşaqlar. 59 ilə davam edək. Görək 59-da nə deyir? Sual 59. Sual 59. İfadəsini sadələşdirin. Sadələşdirir uşaqlar. Vurub atsa olur 3 çıxılsın. Tangens alfa sinus böl kosinus. Bax, bunun yerinə sinus, bax burada tangensin yerinə sinus böl kosinus yazanda bu kosinuslar gedir. Çıxılsın sinus kvadratı alfa olur da. 3 dənə sinus kvadratı alfa. Üstünə gəl 3 dənə sinus kvadratı alfa, üstünə gəl 2. Mənfi 3 sinus kvadratı alfa ilə müsbət 3 sinus kvadratı alfalar gedir, olur 5. 59-da doğru cavab 5-dir. 60 da oxşar sualdır, 60-ı da bu qayda ilə yazacaqsınız. 61-ə baxaq. Deyir ki, bu ifadənin qiyməti tapın. Deməli, uşaqlar bizə tangens alfa üzərinə kotangens alfanı verir, bunların kvadratları cəmləyir. Bu tangens alfa üzərinə gəlinsin kotangens alfanı kvadrata yüksəlsə, bu bərabər olmalı 4-ün kvadratına. Bunun da açılışı nədir? Deməli, tangens kvadratı alfa üzərinə gəlinsin kotangens kvadratı alfa, üstünə gəl 2 dənə tangens alfa kotangens alfa. Bərabər olur 16-ya. Deməli, buradan tangens kvadratı alfa üzərinə gəl kotangens kvadratı alfa nəyə bərabərdir? 16 çıxılsın 2, 14-ə. Çünki bilirik ki, tangens alfa vur kotangens alfa bizə 1 verir. 61-də doğru cavab 14-dür. Növbəti 62-ci suala baxaq. 62. Sual 62. Sual 62. İfadəsini sadələşdirir. Orta məxrəc bunların hasilidir təbii ki. Hasili olur 1 çıxılsın kosinus kvadrat alfa. Sürətdə də olur nə? Sürətdə də bircə dəqiqə. Burada birincinin sürəti və məxrəcin 1 çıxılsın kosinus alfaya vurarıq. Birincinin sürəti və məxrəcin 1 çıxılsın kosinus alfaya vuranda olur sinus kvadrat alfa çıxılsın kosinus alfa sinus kvadrat alfa. İkincinin sürəti və məxrəcin isə, yəni 1 plus kosinus alfaya vuram, olur sinus kvadrat alfa. Üzərinə gəlinsin kosinus alfa sinus kvadratı alfa. Belə bir ifadə. İnikəsin sürətinin və məxrəcindən mənfi ilə bu gedir. Qalır 2 dənə sinus kvadratı alfa. Məxrəcdəki aydın məsələdir ki, sinus kvadratı alfadır da. Sinus kvadratı alfalar gedəndən sonra doğru cavab olur 2. 63 də oxşardır. 63-ü də bu şəkildə yazarsınız. Baxaq 64-ə. Sual 64. Uşaqlar, mən sinus üstü 6 alfa üstələr kosinus üstü 6 alfanı yazaram sinus deməli kvadrat alfa üzərinə gəlinsin kosinus kvadrat alfa. Çıxılsın 3 dənə sinus kvadrat alfa kosinus kvadrat alfa. Vurulsun bunların cəmi də var. Sadəcə 1 elir deyəni yazmıram. Üstünə gəl 3 dənə sinus kvadrat alfa kosinus kvadrat alfa. Bir də çıxılsın 1 var. Bu 1 olur. Bunlar da gedir 0-a. Cavab qalır 1 çıxılsın 1, 0. 64-də doğru cavabımız 0-dır.
Sual 65'e baxaq. Tangens alfa 2-də 1 isə deməli tangens alfa bilirik ki, sinus alfa bölünsün kosinus alfadır. Bunu da bizə 2-də 1 verir. Deməli buradan çıxır ki, kosinus alfamız 2 dənə sinus alfaya bərabərdir. Sonra buradan hər tərəfin kvadratı yüksəltsək olur. Bilirik ki, kosinus kvadratı alfada bərabərdir 1 çıxılsın sinus kvadratı alfadır. Düzdür? Kvadratı yüksəltsək, burada olur 1 çıxılsın sinus kvadratı alfa. Gərək sinus kvadratı alfanı əvəz eləyərdik. Buradan nə olacaq? Buradan nə olacaq? Kosinus kvadratı alfa bərabər olacaq nəyə? 4 dənə sinus kvadratı alfa. Kosinus kvadratı alfanı tapsaq, bərabər olur nə? 4 çıxılsın 4 dənə kosinus kvadratı alfa. Buradan 5 dənə kosinus kvadratı alfa bərabər olur 4-ə. Kosinus kvadratı alfanı tapsaq, yəni 0,8 olur cavab. 0,8 tapdığımıza görə artıq burada aparıb yerinə qoya bilərik. 8 çıxılsın 4, cavab olur nə? 4. 65-də doğru cavab 4-dür. 66 da oxşar sualdır. Bunu da bu qaydada yazacaqsınız. 67. 67-də uşaqlar nə zaman tangens alfa vurulsun kotangens ifadəsi bizə verirdi? Arqumentlər eyni olan. Deməli, mən 3a kvadratı üzərinə gəlinsin 5a üzərinə gəlinsin 8-i bərabərləşdirməliyəm 2a kvadratı üzərinə gəlinsin 9a üzərinə gəlinsin 20-yə. Hamısını keçirsək sola a kvadratı çıxılsın 4a çıxılsın 12 bərabərdir 0. Buna kökləri nədir? 6 ilə 2. Düzdür? 6 ilə mənfi 2 daha doğrusu. A çıxılsın 6 vurulsun a plus 2 kimi ayrılır buralara. Düzdür? Bu da 6 ilə. İndi a-nın hansı natural qiyməti dediyinə görə, təbii ki, biz burada neçəni götürərik? 6-nı götürərik də. 68 də oxşardır. 68-ə nə zaman sinus kvadratı, yəni kosinus kvadratının cəmi 1 eləyir? Arqumentlər eyni olandır. Yəni onları bir-birinə bərabərləşdirəcəksiniz. Növbəti sual 69-a baxaq. Sual 69. Deməli, sinus kvadratı alfa çıxılsın sinus üssü 4 alfa. Bunu hesablamalıyıq. Bunu yazdığım uşaqlar. Kotangens alfa bilirik ki, kosinus alfa bölünsün sinus alfadır. Və bizə verilib ki, bu 3-də 1-dir. Deməli, buradan sinus alfamız nəyə bərabərdir? 3 dənə kosinus alfaya. Bunun hər tərəfin kvadratı yüksəlsəm, sinus kvadratı alfa bərabər olur 3 çıxılsın 3 dənə sinus kvadratı alfaya. Buradan 4 dənə sinus kvadratı alfa bərabər olur 3-ə. Sinus kvadratı alfanı tapırıq ki, 4-də 3 imiş. Bunu 4-də 3 tapandan sonra burada sinus kvadratı alfanı yenə 4-də 3 qoyuram. Çıxılsın sinus kvadratı alfanın da kvadratı, yəni 16-da 9. Bunların da fərqi neçə eləyir? 16-da 12, 16-da 3. 69-da doğru cavab. Bizdə də düz yazdıq uşaqlar. Burada kosinus alfa bölünsün sinus alfa bərabər oldu 3 dənə kosinus alfa. Hər tərəfin kvadratı yüksəltdik. 9 olmalı idi uşaqlar burada. Baxın diqqətsizliklə 9 olmalıdır. 9. 9. Burada 10 dənə sinus kvadratı alfa bərabər 9-a 10-da 9 eləyir bu. 10-da 9. Bu 10-da 9-dursa, indi aparıb yerinə qoyarıq. Bir dənə buranı silək. 1 saata yaxındır uşaqlar. Ona görə mexaniki səhvlər olur. Olur 10-da 9 çıxılsın %81. Bu da nə olur? %9. Yəni 0,9 cavabımız. 69-da doğru cavab 0,9. 70-ə baxaq. 70-də uşaqlar kəsin sürətini vurullara belə ayıra bilərəm. Tangens alfa çıxılsın kotangens alfa vurulsun deməli tangens kvadrat alfa üzərinə gəlinsin kotangens kvadrat alfa üzərinə gəlinsin 1. Bölünsün məxrəcdə də tangens alfa çıxılsın kotangens alfa var. Bunları ixtisar aparandan sonra qalır bu ifadə. Bu tangens kvadrat alfa üzərinə gəlir kotangens kvadrat alfanın da qiyməti 7-yə bərabərdir. 7 üstə gəl 1 cavab olur 8. 7 hardan gəldi? Bax bayaqdan yazırıq da bunun hər tərəfin kvadratı yüksələndə burada alınır. 71-ə baxaq. 71-ə baxaq. Deməli sual 71. Sual 71. Sinus alfa deyir ki, bərabəri kotangens alfa. Deməli sinus alfa bərabəri nəyə? Kosinus alfa bölünsün sinus alfa. Onda kosinus alfa nəyə bərabərdir? Sinus kvadrat alfaya. Yerinə qoysaq 4 çıxılsın kosinus kvadrat alfa çıxılsın sinus kvadrat alfa. Bu da olur 4 üstünə gəl 1, 4-ün üstünə 1 gələndə cavab olur 5. 71-də cavab
5-dir. Bir üstünə nə gəlir uşaqlar? Burada mənfini çıxarırsansa qabağa 4 çıxılsın 1 olur. Mənfini qabağa çıxarırıq. 4 çıxılsın 1 olur. Cavab olur 3. 71-də cavab 3-dür. 72 də oxşar sualdır. 73-ə bax. 73-də uşaqlar gəlin bizə verilən bərabərliyin hər tərəfin kvadrata yüksəldək. Olur 1 çıxılsın. Sinus 2 alfa bərabərdir 7-də 2-yə. Onda buradan sinus 2 alfa nəyə bərabər olur? 7-də 5-ə. Onda bəs kosinus 2 alfa nəyə bərabərdir? Bunların kvadratları cəmi axı 1 eləməlidir. 49-da 25, 49-da 24, yəni kök altda 24 bölünsün 7-dir. Kosinus 2 alfa. İndi bizə nə istəyir? 7 kosinus 2 alfanın kvadratı. Olur 49 dənə kosinus kvadratı 2 alfa. Bu da olur 49 vurulsun 49'da 24. 49'lar gedir, cavab qalır 24. 73'də doğru cavabımız 24'ə bərabərdir. Deməli, 1 çıxılsın sinus 2 alfa 7'də bəli. Sonra 74'ə baxaq. A-nı tapın deyir. Çarpaz vursaq 2 dənə kök altda 5 dənə sinus x bərabər olur 4 dənə kosinus x. Hər tərəfin kvadratı yüksəlsə 20 dənə sinus kvadrat x bərabər olur 16 dənə kosinus kvadrat x. İndi birini əvəz eləsək uşaqlar burada. Birini əvəz eləsək burada təbii ki nə olacaq? 20 dənə sinus kvadratı x bərabər olur 16 çıxılsın 16 dənə sinus kvadratı x-ə. 36 dənə sinus kvadratı x bərabər olur 16-ya. Sinus x bərabər olur nəyə? 16 bölünsün 36-ya. Yəni 4-də 6-ya. 4-də 6-dırsa, indi bizdən A-nı istəyirək. A-mız 4 bölünsün sinus x-i. 4-ü 4-də 6-ya böləndə 6 edir. Deməli, A-mız 6-ya bərabərdir. Sonra növbəti 75-ci suala baxaq. Tangens alfa üzərinə gəl, kotangens alfa gəlin yazaq. Bunun hər tərəfin kuba yüksəldək gəlin. Kuba yüksəlsək olur tangens kubu alfa. Üzərinə gəlinsin kotangens kubu alfa. Üzərinə gəlinsin tangens kvadrat. Elə bir ki, tangens alfa 3 dənə tangens alfa, kotangens alfa vurulsun tangens alfa. Üzərinə gəlinsin kotangens alfa. Bu da nəyə bərabər olur? Tangens kubu alfa üzərinə gəlinsin kotangens kubu alfa. Üzərinə gəlinsin 3 dənə vurulsun tangens alfa. Üzərinə gəlinsin kotangens alfa. Bizə bu cəmi 3 vermişdi. Olur tangens kubu alfa üzərinə gəlinsin kotangens kubu alfa. Üzərinə gəlinsin 3. Bu nəyə bərabər olmalıdır? 3'ün kubuna, yəni 27'yə. Buradan 3'ü kesirsək sağa olur tangens kubu alfa üzərinə gəlir kotangens kubu alfa bərabər 27 çıxılsın 3. Cavab olur 24. 76 da oxşar sualdır. 77-ci sonuncu suala baxaq. Deyir ki, bunun kökləri sinus alfa və kosinus alfadır. Təbii ki, kökləri cəmi aparıb yerinə qoya bilərik və yaxud da hər tərəfini 8-ə bölsək, x kvadratı çıxılsın p böl 8x çıxılsın 8'də 3 bərabər olur 0-a. Deməli, sinus alfa üzərinə gəlinsin kosinus alfa cəminin nəyə bərabər olması lazımdır? P bölünsün 8'ə. Hər tərəfin kvadratı yüksəlsə 1 üzərinə gəlir 2 dənə sinus alfa kosinus alfa bərabər olur p kvadratı bölünsün 64'ə. Düzdür? P kvadratı bölünsün 64'ə. İndi bilirik ki, kökləri hasili də sinus alfa kosinus alfa da bərabər olur sərbəsərdə. -3 bölünsün 8'ə. Olur 1 çıxılsın 8'də 6 bərabərdir p kvadratı bölünsün 64'ə. Buradan 4'də 1 bərabər olur p kvadratı bölünsün 64'ə. Buradan 4'ə bölsək p kvadratı bərabər olur 16'ya. P də bərabər olur plus minus 4'ə. Amma bizdən hansı müsbət qiyməti soruşduğuna görə 4'ü götürərik. Deməli 77'də də doğru cavabımız 4 olur. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənə dək hələlik sağ olun.